Hər şeyə salam dostlar, necəsiz? Bu mənim ilk videomdur. Bu kanalda ancaq zırpaçet videolar paylaşacağım. Zırpaçet videolar paylaşacağım. Əgər kanalım 10 abunə olsa, əgər kanalım 5 abunə olsa, part 2 gələcək. Gəlin başlayaq. İlk öncə belə bir zırpaçet almışam. Dedim ki, yeni de yaxınlaşır. Bir zırpaçet kanalı açım. Harda aldığım və qiymətlərini deyəcəm indi. İlk öncə belə bir blok zırpaçet almışam. Belə. Bunun qiyməti 20 manatdır. Amma belə tez paska alanda əmin dedi ki, dənsi 3 manatdır. Əmmə yəni endirim etdi. Onun dənsi 20 manat verdi mənə. Harda aldığımı Sədnəydə almışam. Sıranı deməyəcəm, amma Sədnəydə Şirinət bazarından almışam. Sonra bir dənə belə zırpaçet almışam dostlar. Baxın. Bunun adını mən tam bilmədim dostlar. Necə düşünə biləm. Bir də ki dostlar, əgər kanalım 15 abunə olsa, bunu belə dostlar. Adını tam bilmirəm. Düzünü desəm. Bir dənə bunu, bir dənə ki bundan almışam. Belə. Bunu dostlar yəqin ki bilirsiniz. Bu yerdə dönür, ışıqlar saçır, sonra da partlayır. Belə. Bunun qiyməti 1 manat 50 qəpik idi. Bunun da qiyməti 1 manat 50 qəpik idi. Əslində dostlar, bundan 2 dənə almışdım. Birini dünən patlatdım. Bunu. Bir dənə P750 almışım, onu da patlattım. P750'ni 1 manat 50 qəpik almışdım. Sonra dostlar belə bir topumuz var. Bunun da içərisində yəqin bilirsiniz nədir? Gözünü açın. İçərisində belə bir balaca zırpaçetdir. Bu partlamır. Sadəcə necə bir şeylər göstərir. Tam mən dəqiq bilmirəm. Yəni necə izah edəcəyimi, amma partlamasına patlamır. Dostlar, bunu da patlatdım. Bunun qiyməti isə 50 qəpikdir. Bu balaca topdur. Bu qoyaq bura. Bundan dostlar bir ədəd də var. Bunun da içərisində elə və axırıncı zırpaçetimiz Ek23. Ek23 dostlar belə də gözünü yaxından çəkim. Gözünü. Ek23. Belə. Bunun da dostlar qiyməti ya 1 manat idi, ya da 1 manat 50 qəpik. Yadımdan çıxıb. Dostlar, mənim zırpaçetlərim bu qədər idi. Hələ yenə alacağım. Yəni yeni ili bilirsiniz də çox qalıb. 2 aya yaxın yəni hələ qalıb. Mən yəni dediyim kimi bu zırpaçetdən 2 dənə almışım. Birini dünən patlatdım. Bir dənə ki P750 almışdım. Onu da patlatdım. Əgər dostlar kanalım 10 abunə olsa, kanalım part 2 də gələcək. Və yorumlara hansını patladım, onu qeyd eləyirim. Yəni yorumlara yazın hansını patladım. Əgər məsələn Ek23 desəz, Ek23,
bundan desəz, bundan toplardan bundan. Yəni hələlik bu qədərdir mənim söhbətlərim. Part 2 gələcək. Həlqəni alacağam mən. Sağ olun dostlar, kanala abunə olub like atmağı unutmayın.